Və başqa rəvayətdə deyir ki, Ayşə radiyallahu anh soruşur. Deyir ki, ya Rasulallah, mən nə deyim? Yəni, qəbirləri ziyarət edərkən, qəbri ziyarət etməyə gedən nə deyim? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, denən ki, Əssəlamu alə əhli diyari minəl müminin və müslimin. Salam olsun diyar əhlinə, möminlərdən və müsəlmanlardan olan. Və yərhamullahul müstəqdiminə və müstəxirin. Allah da öncə gedənlərə və sonra gələnlərə rəhm eləsin. Və innə inşaallah bikum lahiqun lələhiqun. Və biz də inşaallah mütləq sizə qovuşasıyıq. Və başqa hədisdə Əbu Hüreyrədən deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem anasının qəbrini ziyarət elədi. Və özü ağladı və ətrafındakiləri də ağlatdı. Və dedi ki, Rəbbimdən izin istədim. Onun üçün, yəni anam üçün istiğfar diləməyə, bağışlanma diləməyə fələm yu'zənli mənə izin verilmədi. İcazə verilmədi. وَاسْتَأْذَنْتُهُ فِي أَنْ أَزُورَ قَبْرَهَا İzin istədim Allahdan ki, qəbrini ziyarət etməyə فَأَدِنَ لِي mənə izin verdi. فَزُورُوا الْقُبُورِ Peyğəmbər sallallahu aleyhi ve sellem qəbirləri ziyarət edin. فَإِنَّهَا تُذَكِّرُ الْمَوْتَ Həqiqətən o, ölümü insana xatırladır, ölümü yada salır.